75 yaşlı bir xanımdır, Mingəçevirdən yığıb. Almaz xanım deyir, dabanımda ağrılar var. O nəyin əlaməti ola bilər? Dabanda Almaz xanım, gözəl Mingəçevirimizə salamlar. Dabanda ağrılar çox şeydən ola bilər. Ola bilər orada mazul, döyənək olsun öz dilimizdə. Ola bilər həmin yerdə o loru dilindən desək, yığıntılar əmələ gəlsin. Bəzən görürsən ki, o yığıntı. Bir də daban sümündən osteofit deyirlər. Çıxıntılar olur, iynəvari nazik çıxıntılar olur. Yeriyəndə görürsən ki, batır. Adam yerimək istəmir, ayağı hərəkət eləmək istəmir ki, o iynə kimi batacaq və ağrı verəcək. Osteofitlər də get-gedə böyüdükcə, o batmalar artdıqca insanların yeriş tərzini pozur, yeriməyə qoymur və çox şiddətli ağrılar verir. İndi bir mənalı şəkildə mən onu, yəni belə ayağımın altında o döyənəkdirmi, osteofitdirmi və yaxud da ki, həmin dediyim yığıntılardırmı? Yığıntılarda bircə şey olur Samir bəy. Məsələn, əvvəlcə oturur bir müddət, durub gəzmək istəyəndə ağrıdan gəzə bilmir. Ya dizi oynağında, ya topuq oynağında, ya ayaq altında. Biraz gəzəndən sonra görür ki, yüngülləşdi. Keçdi, normal gəzir. Bu, o dediyim duz yığıntılarının loru dilindən desək, nəticəsindədir. Çünki artıq yeriyəndən sonra qızışır həmin nahiyə və hərəkəti bərpa olur, ağrı gedir. Yox, bir də var ki, tərsinə. Görürsən ki, yatında ağrımır, duranda da ağrıyır, gəzəndə də ağrıyır və heç bir fərq eləmir. Orada bu mütləq gəzintiyə bağlıdsa, ağrı verirsə, burada ya döyənəkdir, ya da osteofitlərdir, o sümük çıxıntılardır. Ona görə də onun müayinəsiz demək olmur. Onun müalicəsində də ən güclü müalicə arı zəhəridir. Arının zəhəri? Arının zəhəri. Bir Nurəddin müəllim gəlir, çox hörmətli bir adamdır. O da elə əslən Tovuzludur, Bakıda işləyib uzun müddət. Azərbaycanda işləyib, bu gün də yəni tanınmış bir hüquqşünasdır. Onun ayağının altında yəni ağrı sancdım bu gün. Səhər gəldirim, Nurəddin müəllim heç fərq elədim, deyir, çox böyük fərq elədi. Ayağımın altına çağırılar getdi. Yəni ağrı zəhəri, özdə orada bir nöqtə var. Elə yer var ki, Samir bəy, ağrını vurursa, hiss eləmir ağrı vurulduğunu. Çünki orada siniri o dərəcədə öldürür. O dərəcədə... Daban axı bəlkə olur, ağrı ona iynə batıra bilir. Elə sancır.